Salam əziz şagirdlər və valideynlər. Sizləri kanalımda xoş gördük. Bugün 2-ci sinif riyaziyyat 2-ci hissə səhifə 55 və 56-da olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Mövzu kütlə. Öyrənmə və araşdırma hissəsini öyrənmiş olarsınız. Biz gəlin tapşırıqların həllinə keçək. Bələdçi, əşyaların kütləsini tapın. A variantı. Deməli, burada bizə 3 dənə 5 qramlıq verilmişdir və 2 dənə 2 qramlıq verilmişdir. Həllində isə yazırıq 3 vurulsun 5 qram, üstəgəl 2 qram, üstəgəl 2 qram edir 19 qram. Bu şəkildə B variantında 50 qram, üstə gəlinsin 40 qram edir 90 qram. Bu misalımızın həlli bu şəkildə həll olunmuş olar. Keçək səhifə 56-da olan tapşırıqlara. Misal 1. Hər meyvənin kütləsi nə qədərdir? Ən ağır və ən yüngül meyvəni müəyyən edin. Banan deməli 200 qramdır, armud 100 qram, nar 300 qram, üzüm 500 qram. Burada ən ağır üzümdür, ən yüngül isə armuddur. Misalımızın həlli bu formada. Keçək misal 2-yə. Bostan məhsullarının kütləsini tapın. Onlardan hansı ən yüngül, hansı ən ağırdır? Deməli, birinci şəkildə yemiş verilmişdir. Onun kütləsini tapmaq üçün 3 kiloqramdan 1 kiloqramı çıxırıq, qalır 2 kiloqram. Deməli, yemişin kütləsi 2 kiloqramdır. Balqabaq 5 kiloqram üstəgəl 1 kiloqram, çıxılsın 2 kiloqram. Edir 4 kiloqram. Balqabağın deməli kütləsi 4 kiloqramdır. 4 ilə 2-ni topladıqda 6 edir, 5 ilə 1-i topladıqda 6 edir. Qarpız 2 vurulsun 5 kiloqram. Çünki burada 2 dənə 5 kiloqram var. Çıxılsın 3 kiloqram. Bərabərdir 7 kiloqram. Deməli, ən yüngül yemişdir, ən ağır isə qarpız. Misal 2 bu şəkildə həll olunur. Misal 3. Əşyaların kütləsini hansı vahidlə ölçmək daha uyğundur? Qramla yoxsa kiloqramla? Deməli, birinci bizə verilmişdir qısqac, deməli o qramla, pozan qramla, kərpic kiloqramla, idman daşı kiloqramla, daraq qramla, dəftər qramla, çamadan kiloqramla. Bu şəkildə. Məsələ 4. Şəkli əsasən suallara cavab verin. Bir çay qutusu neçə qramdır? 6 belə çay qutusunun kütləsi nə qədərdir? Deməli, bir çay qutusu görürük ki, burada hər biri 50 qramdırsa, deməli bunlardan da hər biri 50 qramdır. 50. Deməli, bir çay qutusunun qramı 50 qramdır. İkinci, 6 belə çay qutusu deyirsə, 6 dənə 50-ni üst-üstə gəlmiş olarıq, edər 300 qram. Məsələ 5. Lalə, pomidor, bibər və kökü tərəvəzdə ayrı-ayrılıqda çəkdi. Pomidor 95 qram gəldi. Bibər pomidordan 48 qram yüngül oldu. Bibərin kütləsi nə qədər idi? Kök bibərdən 25 qram ağır oldu. Kökün kütləsi nə qədər idi? Deməli, burada 95 qramdan 48 qramı çıxırıq, edir 47 qram. 47 qramın üstünə 25 qram gəlirik, edir 72 qram. Məsələ 6. Şəkər tozu 1 kiloqram, 3 kiloqram və 5 kiloqramlıq torbalara satılır. 10 kiloqram şəkər tozu almaq üçün hansı torbadan neçə dənə götürmək olar? Deməli, 2-ni 5-ə vururuq 10 kiloqram, 5 kiloqramın üstünə 3 kiloqram gəlib, üstünə 1 kiloqram gəlib, üstünə 1 kiloqram gəldikdə edir 10 kiloqram. Daha sonra 3 kiloqram üstə gəl, 3 kiloqram üstə gəl, 3 kiloqram üstə gəl, 1 kiloqram edir 10 kiloqram. Deməli, bu formada 10 kiloqram şəkər tozu almaq üçün bu çəkilərdən istifadə etmiş ola bilərik. Bugünkü tapşırıqlarımız bu qədər, əziz şagirdlər. Növbəti videolarımızda görüşənədək kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Yeni videolarımızda tapşırıqların izahlı həllərini tapmış olarsınız.